Deməli, biz tapmalıyıq əbob 150 ilə 270-i. Əçobu izah eləyəndə biz necə dedik? Dedik ki, birinci kəsr şəklində yazırıq, sonra ixtisar aparırıq. Gəl burada da kəsr şəklində yazaq. 270-də 150-ni yazaq, sonra da ixtisarlarımızı aparaq. 270-də 150-ni yazdıq və ixtisar edirik. Ən sadədən 2 ixtisar eləyərik, 2 deyirəm, 10-a ixtisar eləyərik, deyilmi? Alarıq 27-də 15. Sonra 3-ə ixtisar eləyərik. 3-ə ixtisar eləyərik. Yuxarıda qalar 5, aşağıda qalar 9. Artıq bu onun tam ixtisar olunmuş versiyasıdır. Buradan o yana getmir. Çünki 5 ilə 9 qarşılıqlı saydadır. Deməli, mən nə etdim? 150 ilə 270'i ixtisar elədim, tapdım 9'da 5. Əçobda nə edirdik? Çarpaz vururduq. Əbobda isə qarşı-qarşıya böləcəyik. Əbobda qarşı-qarşıya böləcəyik. 150-ni 5'ə bölsən, yenə də 30 tapacaqsan. 270'i 9'a bölsən, yenə də 30 tapacaqsan. Demək, bizim əbobumuz 30'a bərabərdir. Əçobda çarpaz vurursan, əbobda isə qarşı-qarşıya bölürsən. Yaxşı mı?